Ha, Yalçın mənim dəyərli qardaşım. Bura mənim çox xoşum gəlirdi. Yəni o vaxt burada kvartana qalırdım, kirayədə qalırdım da bura. Sonra burada həmişə gəzirdim. Sonra Allahdan arzu etdim ki, Allah sən mənə maddi imkanı ver soğuk ki, burada mənim evim olsun. Elə burada kvartana qala sonra buradan ev aldım. Bura həqiqətən çox gözəldir. Yəni 50 Yəni hər səhər 50 metrdə orayla buranın yəni bir addımdır da buradan bura. Sübh namazına durandan sonra gəlirəm o Alatoran o saat nə bilim 6-nın yarısı da o vaxtı da bir səhər gün açışı çox qəşəng maraqlıdır. Onu görsən hardasa bir 8 kilo arıqlamışam. Dedim, atam dünyası dəyişəndən sonra DPS yaşadım. Bəli. Hətta mən şəkillərə baxırdım. Bu parkda, indi qarşıda görəcək tamaşaçılar, parkda o gülün yanında Binanın atanla bir şəklin də var. Mən bu binada oluram. Rəhməti papam da evdə burada yanımda olanda həmişə rəhməti də həmişə həqiqətən buranı çox xoşlayırdı da. Bura gələndə birdən mamamla qarı qoca deyirlər ki, birdən evdə duranda deyirdi, həm də mən çox birdən nə bilim telefonla danışırdım birdən amma deyirəm bana qoy gedək biz qarı qoca gələk. Rəhmətin keçən il aycar mən çəkəndə burada sonra gəldim burada bu vədələri idi. Dünən 2 gün bundan öncə keçən mən aycar çəkmişdi. Yəni deyirəm həqiqətən çox etibarsız dünyadır. Kişinin burada şəklini çəkdim. Ayın 1-də elə bir rəhmətliyin ad günüdür. Yəni bu şəkillər baxdım ora. İndi mama deyirəm ki, bundan yığılıb aparaq onun qoyaq məzarın üstə. Etibarsız dünyadır. Namiq atasının bütün arzularını gerçəkləşdirə bildi mi? Valla apamdan hər zaman söz düşəndə bu nə efə görə deyir ki, Cıqatel xanım da deyir orada. Yəni mən atamla ata oğul yox, biz dostuyduq, qardaşıydık. Yəni təsəvvür et ki, gəlirdi Bakıya biz nə bilim restorana gedirdik, nə bilim hansısa bir hər yerə də nə bilim ifrə gedəndə, hər yerə gedəndə kişiləri mənim yanımda bir elə bir ki, mən arxa gücümü itirmişəm. Yəni çox çətindir atasız. Nə bilim. Bugün sağ olsaydı Namiq nə deyərdi atası? Valla atam mənim üçün həyatım idi. O mənim aldığım nəfəs idi. Verişimdə də o rəhmətli Sabir Əliyev, Temur Mustafayev, hətta aşıq verişi də Zülfiyə xanım, tellidə aşıqları çox orta olurdu. O kişi həmişə başda əyləşdirdim. Yəni onunla mən fəxr edirdim, o da mənimlə. Atam başda olardı da, atam zahir sual verdi ki, bəs Namiq biraz dəqiq sonra deyirdi, yox da, Namiq şükür, hazır gelib gələndən da qabaqsa biraz indi olurdu ki, bir balaca səbirlidir, təmkinlidir. Həmişə ona diqqət ayırmışam, amma son vaxtlarda onu həmişə əlimdən, ayağımdan öpürdüm, qucaqlayırdım. Birdən deyir ki, bu etmədə bu şey dedim, yox. Quranda da bir ayə var ki, göydə Allah, yerdə ata-ana. Həqiqətən mən nə bilim, atamın ölümü məni çox sındırdı. İlk dəfədir mən Aşıq Namiqi göz yaşlı görürəm. Bu Sarı Əlzarədə keçən mənə deyir, hamı deyir. Mən ümumiyyətlə hər zaman efirdə pozitiv, deyib görən bir adam, amma bilsən necədir, bəzi oğlanlar var, bəzi qızlar var, atası ölür, o qədər arsızdılar ki, bilsən necədir, 3-ü çıxmamış, 7-si çıxmamış toylara gedirlər. Demirəm, indi təbii ki, o sənətçinin ruzu dolaşacaq oradadır. Mən 6 ay hər şeydən uzaq oldum. Həyatda xoşbəxtsən ümumiyyətlə? Yox. Bilsən necədir, yəni xoşbəxt idim. Atam olanda çox xoşbəxt idim. İndi şükürlər olsun Allah'a ki, anam var. Allah bütün atalara, dünyasını dəyişən atalara rəhmət eləsin. Allah analara can sağlığı versin. Yəni bilsən necədir, demirəm, heç kəsin atası anası dünyası tuturacaq. Amma mən atam öləndə istəyirdim mən girəm o qəbrə. Orada görüntülər var, indi mən istəmirəm onu nə paylaşam, nə də göstərəm onu. Rəhməti orada qucaqladım, orada açdım. Yəni orada mollada, oradakı adamlar da yanıma deyirlər ki, sən sənət adamısan, kişisən, özünü əla al. Dedim, nə kişi, nə qadın. Yəni özümü çox günahkar bilirdim ki, elə bir ki, sanki günahkar mənəm bu kişinin ölümündə. Yəni özümü o qədər günahkar bildim ki, mən bunu niyə saxlaya bilmədim. Bu həyatda özünə nəyə bağışlaya bilmirsən? Atamın son öləndə yanında olmadım. Onu bağışlaya bilmirəm. Yanında olmuşdum, gəldim bura. Mən də rəhmətliyə çox, necə deyim, çox, hətta biraz söz söhbət dedim ki, gəl yanımda, ya başda sən əməliyyat elətdirim, razılaşmadı. Sonra
Dedim gəl heç olmasa o işləri sadı Bakıda açdıraq da, burada dostlarımız var, klinikaları var. Ondan sonra həm də şəhərin mərkəzidir. İndi Şəmkir, Gədəbəy nə qədər inkişaf eləsə, təbii ki Bakı paytaxtdır. Buradakı həkimlər, buradakı o texnologiyalar. İndi bu yaxından mamamın bir problemi vardı, bir klinika var, bir Süleyman doktor var. Allah can sağlığı versin. Klinikanın adını çəkmirəm. Yəni peşəkarcasına mamamı o müalicə elədilər, sağaldı. Namiq, bu dünya ölümlü itimli dünyadır da. Yəni atamın yas mərasimində hansı məşhuru gözləyirdin amma gəlmədi? Bilsən, Yalçın, sağ qozu kəsərəm. Buradan rayona, bax, Habil Laçınlı var oxuyan. Buradan rayona gəldi. Bir neçə oxuyanlar var, rayona da gəldilər. Bir çoxu gəlmək istədilər. Təranə, Musa dostlarımız, bir çoxları da rayona gəlmək istədilər. Mən qoymadım onları gəlməyə. Burada Təzəpir məscidində mən onun cüməsini birini verdim. Bir çoxları gəldilər. Bəziləri var ki, inanırsan, onlara o qədər mən yaxşılıq etmişəm ki. Bu yaxında bir sənətçi dostumuzdur, gəldi, mənlə görüşdü. Öpüşmək istədim, qırağa dur. Bir əlini qırağa dur. Deyir ki, niyə mənə belə danışırsan? Deyir, sən mənim atamın, sən o qədər keyfiyyətsiz adamsan ki, sən bir baş sağlığı sən mənə vermədin, rayona gəlmədin. Burada Instagramda da dostsan, sən şartın dostusan. Sən Instagramda mənim atamı görmürdün. Orada mən yazdım ki, WhatsAppda da yazdım ki, filan yerdə bunun cüməsini verəcəm. Nə oldu? Baş sağlığı verərdin, gələrdin bir yerdə baş sağlığı verə bilməzdin mənə. Zəh vurub, yəni sən nə qədər sən keyfiyyətsiz adam olasan ki, səninlə mənim dədəm səninlə tonla çörək yeyib. Dədəmlə yeyib. Sən nətər belə, yəni bu ünsiyyətimiz normaldır. Sən deməli, sonra da məni toy eləyir, toya çağırır. Yəni adam nə qədər arsız adam olasan ki, yəni yasa gəlib iştirak etmir, baş sağlığı vermir və mənim də davətinə mənə toya çağırır. Namiq, bax, o həmin şəxs bu günləri günün sonunda sənin məclisinə gəlsə, qəbul edəcəksən? Yox. Mən yarımçı qıdaqası verib çıxıb gedərəm. Cüqaytel xanım da gəlməmişdi mənim atamın yasına. Amma 40 dəfə mənə zəhvur baş sağlığı vermişdi, qucaqladı, üzümdən öpdü. İlk dəfə mən Xoşqədəm xanım çağırdı da, Efirəyə də deyirəm ki, fikrim var ki, bir il çıxmam Efirəyə. Sonra deyirlər ki, sən bu işi etməklə tada düşmənlərini sevindirmiş olarsan. Başa düşdün necədir? Yəni sənin atan aşıq idi, atan sənin bilirik ki, sən aşıqsan, sənətçisən, sən ta da efirlərə çıx, onu ruhu da şad olsun. Gəlməyənlərdən bir dənə Cıqatel xanımın adını çəkdiniz, amma başqalarını çəkmir. Yox, bir çoxları var, qardaş. Məsələn, kim? Bir çoxu da nə bilim, yəni onlar kimdir, mən onların adını çəkirəm ki. Cıqatel olduğu kimi insandır, ona görə onun adını çəkirəm, amma bir çoxu var da, nə bilim, bir çox müğənnilər var ki, bugün mənəm deyən müğənnilərdir, bacısı ölüb getmişəm yasına, qardaş ölüb yasına getmişəm. Namiq, bu günləri, bax, atamın yasına gəlməyib də, bu günləri üzr üçün sənin yanıma gəlmək istəyən şəxs var. Az sonra tamaşaçılar izləsinlər, günün sonunda... Bax, nə üzrlə gəlir o? Nə üzrlə gəlir? Efir lazımdır ona. Şou lazımdır ona. Dedi, işlərimə görə gələ bilməmişəm, amma... Niyə zəh vurmurdu mənə? Bir kəlmə zəh vurardı, mənə deyər ki, ay hacı, gələ bilməmişəm, bağışda üzr rüsaydın. Namiq, mən sənin ürəyivi də bilirəm. Ölümü itimli dünyadır. Bu günləri barışın, bu məsələ burada da bitsin. Amma bilmirəm kimdir, söhbət kimdir. İndi mən bilsən necədir, mənim o qədər biraz tez əsəbləşərəm, tez coşaram, amma bu istəki, bu mərhəmət, bu şey var, ürək var da. Yəni deyir ki, bu elə bir süzdür ki, Yalçın, sağ qozu kəsim, hamının qapısından çıxacaq. Allah kezinə qismət eləsin. Mən arzumdur ki, heç kəs vaxtsız dünyasını dəyişməsin. Ananın, atanın qocası zamanı yoxdur. Yəni o sahədə hamının gözü axtarır da. Neçə dəfə sən mənə yazdın orada, baş sağlığı verdin, paylaşdın. Bugünkü günə sənin efirin var. Efirin var. Çox adamlar səni Yalçın qardaş, Yalçın müəllim, nə bilim, əzizim, ürəyim, o saxta bizim sözlər var da, hamı bir-birini ürəyimizdən. Onlar bugünkü gündə sənin efirinə görə deyirlər. Amma mən o vaxtı təzə il bayramı vaxtı olanda, gecə vaxtı da, il təfil olmuşdu, hamıdan birinci. 12-ni keçən. Mənə təbrik edirdilər. İndi 4 ildir, onların içində bir 5% mənə təbrik edir, 95% yox. Namiq, bu sənət cəmiyyəsində elə adamlar var ki, deyirlər ki, kişilərin estetik əməliyyat elətdirməklərinə, belə deyim, saçlarına boya qoymaqlarına pis baxırıq. Amma Namiqin bu mövzuya fikri necədir? Estetik deyərkən saça mən də saç ehtirəcəm, tökülür saçım, ona pis baxmıram. Saça şampunlar var, vurursan saçı qaraldır, ona da pis baxmıram, yalan nə deyim, çünki ağarsa mən də vuraram, nə olar ki. Düzdür, ağ saçın da öz gözəlliyi var, amma indi arvad almamışam, hələ sonra baxıb dayıcan deyərlər. Amma ki, bilsən necədir, o kişilər var ki, nə bilim, gedirlər,
dodaqlarını, qaşlarını dartdırırlar. Nə bilim, bəzilər. Bunlara çox pis baxıram. İndiki dövrdə kimləri dinləyir Namiq? Hansı janrda? Estrada. Röya xanımı dinləyirəm. Ümumiyyətcə, Röya nə oxuyursa peçatdır da. O qız da və bu yaxından onun hansı ki o oğlanın yanına getdi, sən paylaşmışdın, orada rəydə yazdım. O qədər sevdim Röyanı. O qədər çox sevdim Röyanı. O mərdliyi, o oğlanın getdi yanına müğənninin, orada nə bilim, sən o qədər Röyanı çox sevdim ki, məsələn, mən deyərdim ki, incəsənət aləmində Röya Ayxan qədər ürəyi təmiz olan ikinci bir müğənni yoxdur. Bax, o gördüyümüz camiyə var, ha. Nə Röya səhər mənim toyuma gələn deyil, nə də Röya ilə mənim heç bir, əlhəmdülillah, heç bir şey ehtiyacım yoxdur. Amma onun ki, xalq artisti olasan, ən öndə olan ulduz olasan, bir kəlmə ilə gedib, yəni, sən necədir, müğənnilər var ki, ekranı işləyirlər də, yəni, amma Röya o deyil də. Onun o hansı ki o mərhəmətli, o getdi onu qucaqladı, səmimi. Mən ondan sonra dedim ki, Röya, sən Allah balanı xoşbəxt eləsin. Sən ki, səndəki bu ürək var ki, sən ki bu sən necədir, yanaşma var da. Artıq bizim 41 yaşım var da, mən yəni çox dünyanı dərk edirik də. Yəni sənət özü yerində idi. Bax, onun o hansı ki o mərhəmətli olmağı, ona ki ona dəstək olmağı. İndiki bu cavan müğənnilər var da, mən Vəfası da, Şəbnəm xanımın özü də məsələn çox adamlara dəstək olurlar, onlar da maddi görürəm də, yəni edirlər. Amma indi Röyanın orada gördüm ki, o kadrlara baxdım da, səndə bax. Bizim şou xəbər orada da baxdım. Röya mənim gözümdə bir daha böyüdü ki, yəni halal olsun. Elə də lazımdır. Bu dünya bir fani dünyadır. Heç kəs bu dünyadan heç nə aparmayacaq. Parka mən çıxanda mənim ürəyim ağrıyır. İnansan. Mənim bu parkda, yəni sən necə, atamla orada həmişə gəlirik. Birdən deyirəm ki, ayaqda, bura xərclədim, bu maşını aldım, bir 20 ziyan elədim, nə bilim. Burada o vaxt ki, nə bilim, bu qızı alsaydım, bəlkə xoşbəxt olar. Yəni, bilirsən, bir yoldaş kimi də, yəni, çox xatirələr var da, nə bilim.